günahların aqibətindən asiliklər, günahlar zillətə aparır insanı. Çünki izzət Allaha itaətdədir. Uca Allah Quran-Kərimdə buyurur ki, "Mən kana yuridul izzətə felillahil izzətu cəmi'a." Kim izzət axtarırsa, Allah yanındadır bütün izzətlər. Eləcə də bəzi sələflərdən bəzilərinin dualarından idir ki, onlar deyirlər ki, "Allahumma a'izzani bi ta'atika və la tadhillani bi ma'siyatik." Allahım, məni itaətinlə izzətləndir, asiliklərinlə zəlil etmə. Çünki asiliklər zəlillikdir. İnsanlar qarşısında zəlillikdir. Allahın qarşısında zəlillikdir. Çünki insan asi eləyən vaxtı qəlbi daim narahat olur. Zəlil olur, kiminsə qarşısında, kiməsə möhtac olur. Kiminsə qarşısında boynu bükük olur, üzü qara olur. Amma Allaha itaət isə izzətdir. Onunla heç kəs dünya və axirətdə bədbəxt olmaz.